Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri Səbail rayonunda yerləşən Fəvvarələr meydanında və həmin əraziyə bitişik bəzi küçələrdə təlim keçirilib. Təlim Səbail rayonunun Rəsul Rıza, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyərbəyov, Əbdülkərim Əlizadə və Yusif Məmmədəliyev küçələrindən keçərək Fəvvarələr meydanına doğru hərəkət edən xüsusi texnikanın şərti yanğın həyəcan siqnalı ilə yanğın yerinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidə yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədi ilə keçirilib. Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız şəkildə park edilməsi və digər süni maneələr səbəbindən iri həcmli yanğın avtomobillərinin yanğın yerinə sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı orqanlara müraciət edilib, avtomobillərin parklanmasına məsul şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Bir daha vurğulanıb ki, yanğın zamanı iri həcmli yanğın avtomobilləri və digər xüsusi təyinatlı texnikaların fəaliyyətinə maneə törətdiyindən dayanacaq üçün təyin olunmamış yerlərdə avtomobillərin park edilməsi, yanğın keçidlərində, yollarda süni maneələrin quraşdırılması yol verilməzdir. Belə hallar yanğın söndürmə və xilas etmə işlərinin çevik aparılmasını mümkünsüz edir və faciəyə səbəb ola bilər. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək yanğın və digər fövqəladə hadisələr zamanı xilas etmə və yanğın söndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi üçün vətəndaşlardan avtomobillərini yalnız təyin olunmuş yerlərdə bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin edilməklə park olunmasını və yanğın keçidlərində, yollarda süni maneələrin quraşdırılmamasını xahiş edir.